Salam yoldaşlar, hər vaxtınız xeyir olsun. Bugün sizinlə Azərbaycan dili fənnindən hazırladığım qeydlərin təqdimatını bölüşəcəm. Nəzərinizə çatdırım ki, qeydlərdə fonetikadan üslubiyyata qədər bütün mövzuların ən incə detallarına qədər, xırdalığına qədər bütün məsələlərə demək olar ki, toxunmuşam. Gəlin bircə-bircə mövzuların təhlilləri ilə tanış olaq. Nəzərinizə çatdırım ki, həmin təqdim olunan vəsait abituriyent, sertifikasiya və müəllimlərin işə qəbul imtahanına hazırlaşanlar üçün nəzərdə tutulub. Keçək təqdimata. Bax, fonetika bölməsi ilə bağlı abituriyentlərin çətinlik çəkdiyi məsələlərə toxunulub. Daha sonra orfoqrafiya bölməsi ilə bağlı gəlin baxaq. Bütün sözlərin yazılışı ilə bağlı Dövlət İmtahan Mərkəzinin bizə təqdim etdiyi lüğətdən seçilmiş, ən çox işlənmiş sözlərin düzgün yazılışın qeyd olunan vəsaitdə demək olar ki, əksini göstərmişəm. Yəni burada olan demək olar ki, bütün sözlər, siz bu sözləri öyrənəndən sonra, düzgün yazılışını öyrənəndən sonra siz demək Dövlət İmtahan Mərkəzinin toplusunda bütün suallara demək olar ki, rahat şəkildə cavab verə biləcəksiniz. Və bilirsiniz ki, imtahana da elə topludan suallar düşdüyünə görə bu sözlərin, bazada öz əksini tapan sözlərin düzgün yazılışını öyrənəndən sonra imtahanda da əmin edirəm ki, çətinliyiniz olmayacaq. Demək, daha sonra baxaq digər mövzuların təhlilinə. Gəlin sifət bölməsi ilə bağlı qeydimizə baxaq. Yazmışıq ki, uşaq qıpqırmızı oldu cümləsində çoxaltma dərəcəli sifət yoxdur. Baxaq görək niyə yoxdur? Çünki qıpqırmızı oldu ifadəsi mürəkkəb feildir. Mürəkkəb feil də parçalamaq olmaz. Aydındır. Yəni burada qıpqırmızı sözünü görən kimi gedib çoxaltma dərəcəsində olan sifət götürə bilmərik. Et, ol, bil, qıl sözləri, daha doğrusu hissəcikləri mürəkkəb feilin yaranmasında müstəsna rol oynayır. Sonra yaratmışıq ki, sifət daimi əlamət bildirir. Feili sifət isə keçici əlamət bildirir. Bu feili sifətlə sifət arasında olan fərqlərdən biridir. Yerli və dağlı sözləri mənasına görə həm sifət, həm də isim ola bilər. Bunları bilirsiniz niyə yazmışam? Bunlar demək, imtahana düşmüş materiallardır. İmtahana da materiallar özünüz bilirsiniz ki, təkrar düşür. Ona görə də bu məqamları da diqqətə çatdırmışıq. Açıq-aşkar, açıq-aydın sözləri isə adi dərəcədə olan sifətlərdir. Bu məqamları da biz xüsusilə vurğulamışıq. Gəlin baxaq digər mövzulara. Bax, testlərdə saysız hesabsız sözün yazırlar və onu müəyyən məqamda isim götürürlər, amma saysız hesabsız sözü defislə yazılan qeyri-müəyyən miqdar sayıdır. Gəlin digər məqamlara baxaq. Bax, bir sıra bir çox sayılarından sonra gələn isim yox, aid olduğu isimlər cəmdə olmalıdır. Bəzən testlərdə salırlar, əsasən bu miq imtahanına düşür. Yazır ki, bir sıra bir çox sayılarından sonra gələn isimlər hər zaman cəmdə olur. Müdavim də, müəllim də qarışdırır bu məsələni. Deyir ki, bəs biz bilirdik də, hə, bir sıra bir çox sayılarından sonra gələn isimlər cəmdə olurdu. Amma bir sıra bir çox sayılarının aid olduğu isimlər cəmdə olmalıdır. Bir sıra məktəb demirsən ki, bir sıra məktəb uşaqları deyirsən. Bir sıra sözü uşaqlar isminə aiddir. Uşaqlar sözü cəmdə olmalıdır. Məktəb sözü yox. Aydındır. Və yaxud da bir sıra şagirdlər, bir sıra gəldi demirsən ki, bir sıra ifadəsi sayı şagirdlər isminə aiddir. Aydındır. Daha sonra burada yazmışıq ki, məsələn, qeyri-müəyyən miqdar sayıları bitişik yazıla bilməz. Daha sonra digər məqamlara baxaq. Bir sıra, bir çox, bir neçə sayıları, sözləri yalnız say kimi düşünülür, zərf olmaz. Və bilirik ki, biz sayılarla zərf arasında müəyyən məqamda ortaq ifadələr, ortaq sözlər var. Həmçinin say, zərf, say, sifət arasında bilirik ki, ortaq məqamlar var. Sonra yazmışıq ki, sıra sayıları defislə yazıla bilməz. Ümumiyyətlə, Azərbaycan dilini sevən, xırdalıqlarına diqqət edən, nəzər yetirən hər bir müdavim və abituriyentlər üçün bu vəsait əvəz olunmaz vəsaitdir. Əldə etmək üçün 050 652 48 15 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Qiyməti də yazıram, 15 manat olacaq. 15 manat olacaq. Əldə eləyin, rahat şəkildə Azərbaycan dilini sevə-sevə bütün xırda detallarına qədər materiallarla tanış ola bilərsiniz. Sonra yazmışıq ki, mürəkkəb sayın tərkibində sual əvəzliyi işlənə bilər. Məsələn, bir neçə ifadəsində neçə sual əvəzliyi olacaq. Aydındır. Və imtahana düşən ən çox məqamlardan biri nədir? Nə qədər sözü yalnız əvəzlikdir və heç vaxt say ola bilməz. Aydındır. Bax, bu məsələ xüsusilə düşür. Mən bunu hər zaman OTK-da və qəbul imtahanlarında görmüşəm.
Daha sonra 21 burada yazılıb mürəkkəb sayıdır. Bu yazılışı görürlər, abituriyentlər çaşırlar. Deyirlər ki, bəs orada iki sözün birləşməsi yoxdur. Amma bunlar təbii ki, mürəkkəb sayılar hesab olunacaq. Bəzən bu miqə də düşə bilən məqamı olduğu üçün bunu da qeyd eləmişəm ki, 0-9 arası sayılara həm rəqəm, həm də ədəd deyə bilərik. Bunu leksik normanın pozuntusu ilə bağlı məqam kimi imtahana sala bilərlər miqə. Ona görə bunu da qeyd eləmişəm. 9-dan yuxarı sayılara isə biz ədəd deyəcəyik. Yəni, nümunə verib orada bu məqama toxuna bilərlər. Sonra yazmışam ki, çox az ifadəsindəki çox sözü ədaddır. Daha sonra nə yazmışıq? Kəsr sayıları qurulursa yalnız mürəkkəb olur və nə qədər, neçə hissə suallarına cavab verir. Bunun sualları düşürdü ya, bunu yazmışam ha. Ümid edirəm ki, bununla bağlı da sizin probleminiz qalmayacaq. Gələk görək əvəzlikdən nə yazmışıq? İstənilən əvəzlik müstəqil cümlə əvəzliyinə çıxış eləyə bilər. Bunu yazmışıq. Bunların hər birinə aid də demək, burada başqa nə var idi? Yazmışam ki, məsəl üçün kimsə əvəzliyi inkar mənasında işlənəndə xəbər də inkarda olur. Məsələn, kimsə, bax görsən vurğunu da sonra atmışam ha. Kimsə deyil bu. Bu kimsə əvəzliyidir, aydındır. Məsələn, yazmışam ki, kimsə, daha doğrusu kimsə səsini çıxarmadı. Aydındır. Vurğu ikinci hecəyə düşəndə xəbər demək inkarda olmalıdır. Daha sonra gələk digər məqama. Görək feillə bağlı nə yazmışıq? Yazmışıq ki, ismi xəbərli cümlədə təsriflənən feil olmaz. Çünki təsriflənən feil yalnız feili xəbərli cümlədə olmalıdır. Xəbər birlikdə iki yerə ayrılır. İsmi xəbər, feili xəbər. Bununla bağlı da demək, bu ayrıntılara diqqət etmək lazımdır. Məsələn, burada yazmışıq ki, şərt şəkli qəbul etmiş sözdən sonra hər zaman vergül qoyulmalıdır fikri səhvdir. Görək niyə səhvdir? Cümlədə inversiya olar, vergül qoyulmaz. Məsələn, əgər olmasaydı dəryaca dərdim, görsən olmasaydı, burada vergül qoyulmayıb. Olmasaydı dəryaca dərdim, dərdin yoxluğunu mən dərd edərdim. Cümlədə şərt şəkilli feildən sonra vergül olmadı, amma daha sonra verilmiş vergül şərt şəkilli feilə görə qoyulub. Yəni, burada vergül şərt şəklində olan feilə görə qoyulub, ha? Aydındır, yəni buradakı feilə görə qoyulub, ha, buradakı vergül. Ümid edirəm ki, bu məqamlarla da tanış olub. Siz mövzu ilə bağlı ayrıntılara daha dərindən diqqət yetirəcəksiniz. Məsəl üçün, yazmışam ki, idik hissəciyindən sonra imiş hissəciyindən həm əvvəl, həm də sonra isə hissəciyindən isə əvvəl demək, şəxs şəkilçisi işlənə bilər və hər birinin də nümunəsi vəsaitdə öz əksini tapmışdır. Gəlin, daha demək, incə məqama baxaq. Bu məqam miqə düşmüş məqamdır. Ümid edirəm ki, bu abituriyentə də düşə bilər. Daha çox blok imtahanına düşə bilən material olduğu üçün gəlin baxaq. O yeməlidir. Bu cümlədə əvəzlikdən sonra vergül qoyulduğu üçün nümunədəki feili sifət demək, feili sifət deyəcək. Çünki bilirik ki, o bu əvəzliyindən sonra feili sifət gələndə ondan sonra vergül qoyula bilər. Baxaq, burada o yeməlidir. Vergül qoyulmayıb deyə, burada artıq yeməlidir ifadəsinə biz feili sifət demərik. Feilin vacib şəklində olan demək, ifadə deyə bilərik. Aydındır. Belə. Gəlin baxaq digər məqamlara. Məsələn, yazmışıq ki, peşə adları təyin ola bilər. Gəlin görək nə zaman ola bilər. Məsələn, doktor Əli bizə gəldi. Nə etdi? Gəldi. Kim Əli? Hansı Əli? Bax, doktor Əli. Görsən, peşə adları nə oldu? Təyin ola bildi. Bunlar təbii ki, miq materialıdır. Bunlar Azərbaycan dilinin özək deyək ki, hissələrindən birini təşkil edir. Məsələn, yazmışam ki, digər çalılı söz heç bir məqamda tamamlıq ola bilməz. Tamamlıq ismi və feili xəbərlə sintaktik əlaqədə ola bilər. Daha sonra yazmışıq ki, ilə qoşulan söz zərflik də ola bilər. Məsələn, meşəni səssiz addımlarla gəzdim. Burada ilə qoşulan söz zərflik rolunda çıxış elədi. Daha sonra frazoloji birləşmələr ilə ifadə olunan mübtəda quruluşca sadə olacaq. Çünki frazoloji birləşmə özü sadə cümlə üzvünü təşkil eləyir. Yazmışıq ki, yer zərfliyi başlanğıc formada olan isimlə ifadə oluna bilməz. Həm ismi, həm də feili xəbər suala cavab verməyə də bilər. Görək burada hansı məqamlar var başqa. Daha sonra yazmışıq ki, sıra sayı kəmiyyət zərfliyinin ifadə vasitəsi ola bilər. Məsələn, o 5-ci gəlmişdi. Nə etmişdi? Gəlmişdi. Kim o? 5-ci. Burada kəmiyyət zərfliyinin ifadə vasitəsi oldu. Cümlə üzvünün əlavəsinə baxaq. Yazmışıq ki, burada nə? Məsələn, yazmışıq ki, əlavə mütləq aid olduğu cümlə üzvündən sintaktik funksiyasını daşımalıdır. Yəni, əlavə hansı cümlə üzvüdürsə, onun aid olduğu cümlə üzvü də
eyni sintaktik funksiyadır. Eyni cümlə üzvü olmalıdır da, yəni. Yekunlaşdırıcı söz elə ara söz hesab olunur. Bu məqamı da toxunmuşuq. Əlavə aid olduğu cümlə üzvündən əvvəl gələ bilməz, mütləq sonra gəlməlidir. Aslı tərəfi qeyri-müəyyənlik halda olan ismi birləşmələrin də aslı tərəfinin əlavəsi ola bilər. Bu miq səviyyəli qeydlərimizdən biri idi. Əlavələrlə cümlə başlaya bilməz, əlavəli üzv ilə cümlə başlaya bilər. Yəni qısası bizim qeydlərimizdə bu və digər məsələlərə toxunulub. Gəlin üslubiyyatla bağlı məsələlərə baxaq. Demək yazmışıq ki, hər hansı bir dilin üslublarını, üslub imkanlarını öyrənən dilcilik bölməsinə üslubiyyat deyilir. Üslubiyyatın əsas vahidi ilə üslub hesab olunur. Üslub üslubiyyatdan geniş anlayışdır. Bu məqamlar təbii ki, testə düşən məqamlardır. Yazmışam ki, funksional üslublar fərdi xüsusiyyət daşımır, amma fərdiliyə yer verilə bilər. Bəzi üslublarda sözün yeni bir funksiyası özünü göstərir. Məsələn, elmi üslubda. Bədii üslubun şifahi və yazılı forması ola bilər. Bədii və elmi üslubda üslubun tələbinə əsasən müxtəlif çəki vahidlərinin yazı forması mövcuddur. Yəni, bədii üslubda 5 kiloqram ifadəsi elmi üslubda 5 kg formasında yazılır və yazılmalıdır. Nida cümləsi məsələn, bədii üslub üçün səciyyəvi hal daşıyır. Bədii üslubda nitqi fərqləşdirmək üçün sitatlardan da istifadə oluna bilər. Daha sonra burada hansı məqamlar var? Yazmışam ki, elmi təfəkkürün inteqrasiyası getdikcə güclənir. Xülasə adətən elmi əsərlərdə yazılar və elmi üslub üçün xarakterik olan bir demək məfhumdur. İxtiyari bir şeyin səsləndirilməsi bədii üslubun, təhlil edilməsi isə elmi üslubun göstəricisine əsaslanır. Yoldaşlar, belə. Əgər vəsaiti əldə etmək üçün qeyd etdiyim nömrə ilə əlaqə saxlaya bilərsiniz. Qiymət haqqında da məlumatlısınız. Sizə uğurlar arzulayıram. Sağ olun.